Hörmətli cənab prezident, hörmətli Qoşqar Təməzi. Demək 10 gündən artıqdır mən mütəmadi ardıcıl şikayət edirəm. Düz şikayətlərin nəticəsi var. Ekologiya üsali Şirvandakı regional idarənin rəhbərliyi orada 2 gün bundan qabaq monitoru keçirdi. Böyük satqalar, faktlar aşkarlandırdı. Böyük məbləğdə, indi mən onun qiymətini də deyə bilərəm. Mən də şikayət eləmişdim qaynar xəttə. 3500 manat ilə birinci cərimə olunur. Yəni, biabırçı vəziyyətdə Ətkəsim Şirvanda regional idarəsi fəaliyyət göstərir. Dünənləri su ehtiyatları agentliyinin Şirvan şəhər idarəsinin rəhbəri Fərad müəllim, orada da o gedib yoxlanılma, su sayğacına orada müdaxilə olunur. Yəni onun su zibilxana, yəni o çirkab suların tökülməsi faktı o da yoxdur. Yəni qanı, ən təhlükəli qan orada qalır, havalar üzrə istiləşməyə gedir. Böyük xəstəliklər, fəsadlar, qanı spes maşınlar təmizləməlidir, o aparmalıdır. Kompozla müqaviləsi yoxdur. 4 dəhşətə bax. Bu adam nə qədər özünə arxayındır. Bir dənə orada gənə təkrarsılır, qəssab orada fəaliyyət. Regionaldır, 5-6 da rayona baxan bir dənə qəssab. Baytar həkimi yoxdur orada spes. Oranın avadanlığı yoxdur. Bunu nə qədər demək olar. Gör, Səlyandakı regionalın müdürü Ruslan Əskərov, gör bunun haqqından maraqlanır. Bütün idarələr gedir oranı yoxlayır. Dünən spes televiziyasından nümayəndə deyir, gəlib bura, mən xəbərim olmayıb, görməmişəm. Onlar böyük çəkiliş edib. Gedib, çəkiliş edib, onlara qarşı da böyük. Gör, Bakıdan yoxlama gəlir, buradan bura Səlyan regional idarəsi gedib onu yoxlamır. Nədir bu məqsəd? Mən deyəndə bu hara baxır? Bunların ancaq fikri demək, ancaq gənəmi təkrarsılır, ancaq cərimə yazmaq. Cərimə yazıb sən öz xalqını cərimələyirsən, sən başqa xalqı cərimələmirsən. Cərimələmək lazımdır, təbliğat, təşviqat getməlidir. Niyə görə cəmaat oraya gedmir? Bəzi özünə yaxın adamlar orada təmiz işləmir. Orada şadlıq saraylarında yaxınları var, oraya gedmir. Heç çox adam oraya gedmir. Gedməyin səbəbi nədir? Orada sanitariya çox dözülməz vəziyyətdədir. Yüksək məbləğdə pul alır. İndi biraz o 51 manatdan salıb 22 manata. 22 manata salmaqda da deyir dərisini ver mənə. 10-15 manatdır cöngənin dərisi. İçin salatın ver, topuzun ver, nəyin ver. Özün də qəssab gətir, özün kəs. Bu nə deməkdir? Bunun qarşısı niyə alınmır? Mən 10 gündür gecə-gündüz müraciət edirəm ölkə başçısına. Qoşqar Təməzi, hörmətli Qoşqar Təməzi müəllim. Sizə cənab prezident etimad göstərib. Sizə böyük 3 dənə idarə ləğv olub, siz onların fəaliyyəti ilə bir dayanmış kimdədir. Sanıb siyasədir, nə bilim o Samşıq idarəsidir, nə bilim o baytarlıq idarəsidir. Kimə deyirsən deyir, var da, qida agentliyi var. Hamı sizi üstatır. Sizə də fəaliyyət nə oldu? Sıfırdır. Sıfırdır. Eləmirsiniz. Gəlib onu yoxlamamışsınız. Aynı olsunda mən şikayət eləmişəm. Respublikanın bütün yerində. Bütün o qəssablar 50 nəfərə qəssab şikayət eləyib. Orada olan su, vedre suyla yürür, Antalya zibilxana. Orada inəyin qarnını kəsirlər, üzrən nəcisi zadı. Orada su vururlar, tökülür təmizəti üstünə. Orada biabısını, hanı orada monitoru kesilib, sənin idarəçilərin? Hani Ruslan Əskərov, niyə gedmir ora? Niyə gedmir Ruslan Əskərov? Ruslan Əskərovu ancaq cəmatı onun kimin şikayəti ilə gedib o cərmələyir 1500 manat. Hanı o tarih şurası? Hansı əsaslara görə sən yazıq bu qəssabı bir anlıq özün oldu, qəssabı ayda bir dəfə onu cərimə eləmək, onu ön yıxdın da. 1500 manat cərimə. Öcə qanundur, konstitusiya maddəsidir, elə bilsən. Belə şey olmaz, belə şey olmaz. Elə şey olmaz. Qəti olmaz, qəti. Demək, qida agentlərinin marağından deyil. Bir önəmli məsələni də burada demələm, cənab prezident. Mən qatı edarsıyla 91-ci ildən olan deyərim, qatı edarsı yeganə kişəm. Bax, bütün bu zonada 6-7 arasında qatı edarsı var mənə. Rəhmətli bu kişiyə arxayla mən, həməsə sözümü deyəcəm. Amma reaksiya verilmir, çox təəssüflər. Demək, bir məsələ var burada, mən demək, səhər-səhər ARB kanalına düz yalan olmasını 25 dəfə zəng eləmişəm.
Bir xanım mənə cavab verir. Elə bir yuxudan durur. Mənim 68 yaşa keçirəm. Allah elə danışır adamla utanıram. Cənab prezident, cənab baş nazir, hörmətli bütün o media rəhbərləri. Buna mən müraciət edirəm ki, nətər olur bizim bu Respublikada da mən bu 10 gündə da yer qalmayıb müraciət eləmişəm saytımın əlində. Bu saytı da bu Yeni Şirvan info saytıyla bütün ətraf bölgə müxbirlərdə danışır. ATV kanalı reaksiya vermir. İctimai televiziyada kanalı Şirvanda gəzir. ATV, Xəzər TV gəzir. Hamısı bir dənə Space-dən deyir, dünən gəlib hamısını 2 dənə yerdən də müsabiqə alıb, gedib deyir ora bağlı olub qapı, bağlayıcı qapını bağlayır. Niyə görə hamı qorxur bu xalqın səsini deməyə? Niyə? Cənab prezident, cənab Qadoyalım, niyə bu kanallar bu cəmaatın haray səsini eləmir? Niyə? Nədir? Nə ilə bağlıdır? Real TV-dən mənə 2 dəfə zəng edir, nömrəsi də məndədir. Qurbanxan Dəmirov, Yeni Şirvan. Bəli, sizinlə əməkdaşlarımız əlaqəyə çıxacaq. Demək, bu kanallar hamısı Şirvanda gəzir, maşınlarını görürəm çox. Əlaqəyə çıxmaq olmur. Bunlar ne içindir, cənab prezident? Bunlara icazə verin də. Göstəriş verin o prezident aparatında bu sahaya baxan o rəhbər içilər. Xalqın səsi niyə işi? Bizdə nədir? Mən dövlətçiyə xidmət edən adamım. Qatı idarəçi deyirəm, təkrar bütün Respublika bilir bu iki qatı idarəçidir. 91-ci ildən o öndəri dəstəkləyən adamım. O kişinin, Allah o kişiyə qəni qərəm, onun hesabına mən hər şey yaratmışam. Niyə bu kanallara çıxmaq olmur? Niyə? Niyə bunlara göstəriş verin də? Hamısı prezident göstərir. Hani prezident aparatında bunun kuratoru kimdir? Niyə siz bu ictimai televiziya, ARB, sonra nədir o, Xəzər TV, sonra bu Real TV. Real TV mənə ələ salıb, o boyda cavan oğlan danışır, robot kimi danışır mənə. Robot danışır. Deyirəm ama bu insandır, adamla danışır. Deyirəm, Aksaqqal, mən 50 adamam, sahət rəhbəriyəm. Mənə qulaq as. Sizinlə əlaqəyə çıxacaqlar. Əlaqə qutardı. Nədir? Mən elə fikirləşirəm ki, ikinci tərəfindən olan əlaqəyə girib. Əgər bu şəffaf, sağlam adamsa, sahət rəhbəri, qatı icarəçi 91-ci ildən bunu dəstəkləyən adamı niyə dinləmir? Niyə? Real TV onda ne içindir? Niyə o bir şahin, niyə şey eləyir? Ələ salıb mənə boydakini. Niyə məndən intervyu götürmədi? Səbəb nədir? Səbəbi mənə qaranlıqdır. Qaranlıqdır. Bir daha getirilən əlaqəyə çıxıb, Qoçqar Təhməzi ilə, yağın onun regionalı ilə. O məsələ dayandı. Niyə dayanmalıdır? Ən vacib, önəmli məsələ odur. Bu kanallara çıxa bilmirik. Qaynar xətləri götürmürlər. Səhər-səhərgən ətərkən eləyirəm. 30 dəfə zəng eləmişəm. 30 dəfə. Axırda beləsə ARB kanalı mənə qeydə götürür. Bu məsələni də diqqətə götürmək lazım. Cəmaata yol açın. Xəzər TV danışsın, İctimai televiziya danışsın. ATV ilə əlaqəyə saxlayaq. Bu xalqın səsidir də. Hamısı prezident eləməlidir. Prezident aparatında o böyük bu sahəyə baxan şöbə müdürləri var. Hara baxır? Hamısı prezident eləməlidir. Belə şey olmaz ki. Hamısına embardon qoymuşsun, Çin səhdi qoymuşsun. Əlaqəyə çıxa bilmirik. Sözümüzü deyə bilmirik. Özbaşçılıq burada. Təranov, İsmail o dağıdır dünyanı. İsmail market o dükkanında 10 dəfə demişəm Ruslan Əsgərova. Gəl onun marketindən yoxla yine. Cəmdəyi, qoyur ora cəmdəyi tokunu şeylə kəsir. Sonra onu götürüb baltanı vurur. Hilik dağılır orada marketin içine. Bunu kim yoxlamalıdır? Kim? Hanı yoxlayan? Hanı Ruslan Əsgərov? Ne hiç yoxlamır onu? Ancaq yazır bədbax o milləti. Ancaq peçat vurur, 51 manat ver, yer ged. Hamı gəlsin onun boğazına. Sen orada hazır dörsən axı. Sen orada hazır dörsən. Zirzibilin içində Ansantriya. Bütün xəstəlik elə səndən başlayır. Səni orada təmizlik elə kafir metlaq yox der ki, dəhşətə bax. Bu adamın ətim kəsində kafir metlaq yoxdur. Beton tökür. Betonu da qan orada qalır, iğlənir, bütün xəstəlik orada qalır. Betonun o şeyin içində. Və hara gedir? Hanı onun ventilyasiyası? Hanı onun tökülən o yığdığı o nerjavika? Hamısı orada nerj olmalıdır, nerj. Onun hamısı zibil yığılan yerlər. İspes maşın gəlib onun qanın götürməlidir, xüsusi yerlərə boşalmalıdır.
Ətraf mühitin hara baxır? Niyə buna baxmırsınız? Bax budur bu. Bax budur. Su yoxdur 2 gündəndir. Su yoxdur. Ay Qoşqar Təhməzli. Ay hörmətli Sədi. Bunun su dünəndən bağlanıb. Və kim deməlidir buna? Kim nəzarət edir? Hanı Ruslan əskər o? Təzə təyin eləmişsən orada. Hanı o? Niyə gedib o baxlanmır? Ancaq gəlir bir dənə Şirvanda hamını cərmələtdirir. Belə şey olmaz. Bu haray səsimizə səs verin də. Niyə vermişsiniz səsimizi? Mən ucu xəstə adam nə qədər 10 gündür gecə gündüz mən müraciət edirəm. Amma bunun tədbiri niyə görülmür? Nədir səbəb? Nədir bunun arxasında duran o böyük dayaq? Mən inanıram ki, cənab prezidentə səsimizi eşidəcəklər. Ciddi tədbirin görməyi haqqında ciddi də göstəriş verəcək. Var olasınız, sağ olun cənab prezident. Var olasınız.